Arzu necə niyyətə çevrilir? Arzunun gerçekleşmesi için o niyyətə çevrilməlidir. Fərq nədədir? Arzu ilə niyyətin fərqi nədədir? Arzu, kaş ki, yaxşı olardı əgər, niyyət, mən buna sahibəm, bu mənim həyatımın bir hissəsidir. Niyyət sadəcə xəyal etmək deyil, daxildən verilmiş möhkəm qərardır, sahib olmaq qərarıdır. Niyə böyük arzular gerçəkləşmir? Çünki insan xəyal edir, fantaziya qurur, ilhamlanır. Amma bunu əldə etməyə heç vaxt niyyət etmir. Məsələn, insan deyir, Böyük Britaniyada bir qəsr istəyirəm. Amma reallıqda o qəsri həyatına daxil etmir. Onu öz reallığında yerləşdirmir. Bunu mənimdir kimi hiss etmir. Bu sadəcə başda olan gözəl bir şəkildir. Seçim deyil. Niyyətlənərək biz nə ifade edirik? Biz arzunun, obrazı, görüntünü götürüb öz həyatımıza, öz reallığımıza yerləşdiririk. Hardasa kiminsə həyatında yox. Burada mənim həyatımın mümkün variantı kimi. Çünki obraz sizin reallığınıza daxil edilməyibsə, o fiziki dünyada özünü göstərə bilməz. Arzu necə niyyətə transformasiya olur. Bu bir anda baş vermir. Biz tədricən obrazı dərinləşdirəcəyik. Daxili qadağaları aradan qaldıracağıq. Qorxuları çıxaracağıq. Özümüzə icazə verəcəyik. Bunun mümkün və normal olmasına alışacağıq. Və bunları elədikcə bir anda daxildə bir dönüş nöqtəsi yaranır. Və özün özünə dersən ki, artıq istəmirəm. Mən seçirəm. Qabaqlar istəyirdim, amma indi mən seçirəm ki, bu mənim reallığımda olsun. Bu artıq niyyət. Bunun üzərində necə işləyəcəyik? Biz bunu praktikalar vasitəsilə avtomatik şəkildə edəcəyik. Praktika nömrə 1. Obrazın yaradılması. Biz başlayırıq obrazı formalaşdırmağa, onu canlı etməyə, həcmli, real hala gətirməyə. Fantaziya kimi yox, həyata kimi. Praktika 2-də nə edəcəyik? Mənimdir ya yox. Yoxlaması olacaq. Biz araşdıracağıq. Bu həqiqətən bizim arzumuzdur, mənim arzumdur. Yoxsa kənardan təlqin olunub, qorxudan doğub bu, yəni ki, arzu. Yoxsa belə olmalıdır deyə. Çünki başqasının arzusu niyyətə çevrilmir. Arzular gerçəkləşmir, niyyətlər gerçəkləşir. Niyyət bu zaman yaranır ki, siz istədiyinizi həyatınıza daxil etmisiniz. Daxildən buna sahib olmağa razılıq vermisiniz. Bu artıq xəyal yox, reallığınızın bir variantıdır. Və biz məhz bu nöqtəyə doğru gedirik. Praktika 1. Başladıq. Obrazın yaradılması, bazis addım. Praktikanın məqsədi. Arzunun artıq həyata keçdiyi yeni reallığın obrazını formalaşdırmağa başlamaq. Bu arzunun niyyətə çevrilməsinin ilk addımıdır. Hazırlıq. 1. Tək qalın. 2. Sizə heç kimin yayındırmayacaq bir yer tapın. 3. Rahat şəkildə oturun. Gözlərinizi yumun. 4. Qısa mini meditasiya edin. 2-3 sakit nəfəs dövrəsi bədəni və zehni neytral, toplanmış vəziyyətə gətirmək üçün. Praktikanın mahiyyəti. Siz gələcəyə, arzunuzun artıq reallaşdığı yeni reallığa keçirsiniz. Təsəvvür edin ki, siz zaman maşınına minirsiniz, gələcəyə keçirsiniz, keçid edirsiniz, amma indi anında qalırsınız. İndiki anda qalırsınız. Bu fantaziya dünyası deyil. Bu adi gündəlik həyatdır, sadəcə reallığın başqa bir versiyasıdır. Yeni reallıq necə görünür? Təsəvvür edin, siz yenə də indi olduğunuz yerdəsiniz, məsələn evinizdə. Zahirən hər şey oxşar ola bilər, amma bu artıq başqa zamandır və bu zamanda arzunuz artıq yerinə yetib. Nəyi müşahidə etməlisiniz? Yeni reallığa diqqətlə baxın. 1. Tutalım məkan. Dekorasiyalarda nə dəyişib? Yeni detallar varmı? İndi ilə müqayisədə nə fərqlidir? 2. Səslər. Nə eşidirsiniz? Səssizlik, səslər, gündəlik məişət səsləri. 3. Hisslər. Bədəndə özünüzü necə hiss edirsiniz? Sakitlik, inam, sabitlik, rahatlıq, daxili vəziyyətiniz necədir? 4. Özünü hiss etmə. Bu həyat mənimdir, yoxsa mənim deyil. Bu yeni reallıqda özümü rahat hiss edirəm, yoxsa yox. Bu versiyada özünüz olmaq sizə xoşdurmu? Əcəb məqam, siz obrazı uydurmursunuz və ya zorla yaratmırsınız. Siz onu təcrübə kimi yaşayırsınız. Əgər nəsə sizdə rezonans yaratmırsa, bu inkar edilmir, sadəcə qeyd olunur. Praktikanın tamamlanması. İndiki ana geri qayıdın, gözlərinizi açın, gördüyünüz, eşitdiyiniz və hiss etdiyiniz hər şeyi yazın. Bu yazılı təsviri dəyişmək olar, əlavə etmək olar, dəyişdirmək olar. Bu nə üçündür? Bu obrazın yaradılmasının ilk addımıdır. 1. dərsdə, 1. videoda etdiyiniz seçimin davamıdır. Seçilmiş reallığın tamamlanması prosesidir. 1. mərhələdə siz yeni reallığı seçmişsiniz. İndi isə məqsədiniz onu vahid, aydın bir şəkil halına salmaqdır. Belə ki, beyin onu real həyat variantı kimi qəbul etməyə başlasın. Siz xəyal qurmursunuz. Siz yeni reallığı seçirsiniz və mənimsəyirsiniz. Bu da niyyətin formalaşmasının başlanğıcıdır. Praktika 2. Arzunun skan edilməsi. Yəni yoxlama.
Bu mənim arzumdur yoxsa yox? Praktikanın məqsədi arzunun doğrudan da sizə aid olub olmadığını anlamaq. Bilmək lazımdır ki, bu arzu ətraf mühit tərəfindən təlqin edilib. Yəni araşdırıb bilmək lazımdır ki, anlamaq lazımdır ki, qorxudan doğub bu arzu. Belə lazımdır düşüncəsi ilə bağlıdır. Məntiqli görünür, amma daxildə qəbul olunmurdan yaranıb. Biz indi niyyət şarı ilə işləyəcəyik. Niyyət şarının obrazını təsəvvür edin. Bir şar var, o enerji ilə doludur. İstedi, sevgi ilə doludur, günəş kimi işıq saçır. Bu şarın içində sanki bir fleşkada var. Arzunuzla bağlı bütün məlumatlar o fleşkada yazılıb. Siz konkret nə istəyirsiniz yazılıb. Bu necə görünür, yəni bu arzunuz necə görünür, arzunuz necə hiss olunur, siz bu reallıqda nə edirsiniz, orada siz necə bir insansınız. Hamısı bu fleşkaya yazılıb. Bu sizin seçiminizdir. Obraz şəklində sabitlənmiş vəziyyətdə. Obrazın əlavə edilməsi. İndi birinci praktikada yaratdığınız yeni reallıq obrazını götürün. 2. Onu zehni olaraq niyyət şarının içinə yerləşdirin. 3. Şar tam və bütöv hala gəlir. Əsas mərhələ skan etmə. Gözlərinizi yumun. Niyyət şarını günəş kələfi nayəsinə yerləşdirin. Qısaca deyim, günəş kələfi nədir? Bu çakradır. Çakralar sistemində ona manipura deyilir. Qısa şəkildə yerləşməsi qarın nayəsi göbəyin yuxarısıdır. Ünsür od, rəngi sarı, cavabdehdir. İradə gücünə, şəxsi güc, hakimiyyət, özünə dəyər, özünə hörmət, hərəkət etmə və seçim etmə bacarığı, mən bacarıram, mənim haqqım var. Bu çakra bunlara cavab verir. Niyyət şarını günəş kələvi nayəsinə yerləşdirdiniz. Heç nəyi analiz etməyin, sadəcə bədənin reaksiyasını müşahidə edin. Bədən necə cavab verir? Əgər arzu sizindirsə, daxildə sakitlik olacaq, genişlənmə hissi, istirik, tarazlı vəziyyət, daxili bəli hissi. Əgər arzu sizə aid deyilsə, sıxılma, ən xırda narahatlıq, gərginlik, daxili etiraz, nəsə düz deyil hissi, hətta çox kiçik narahatlıq belə cavabdır və bu cavab yox deməkdir. Bədən və şuuraltı həmişə sizin əslində nə istədiyinizi bilir və bədən bunu həmişə dürüst şəkildə göstərir. Bu praktika məhz buna görə lazımdır ki, özünüzü aldatmayasınız, başqalarının ssenariyaları ilə getməyəsiniz, lazımdır niyyətə çevirməyəsiniz, başa düşdünüz? Lazımdırı niyyətə çevirməməlisiniz. Əgər narahatlıq yaradırsa, nə etməlisiniz? Əgər sıxılma və ya narahatlıq hiss etdiyinizsə, birinci, qəbul edin bunu, bu arzu mənim deyil, bunu qəbul edin. İkincisi, birinci dərsə qayıdın, zehni olaraq sehirli çubuğu götürün, yeni bir arzu seçin. Başqalarının istəyini yox, düzgün olanı yox, daha yaxşı görünəni yox, həqiqətən içinizdə rezonans yaradanı. Arzunun düzəldilməsinə nümunə. Məsələn, siz yazmışsınız, ayda 5000 manat qazanıram, amma skan zamanı narahatlıq yaranır. Niyə? Çünki daxildə konflikt var. Siz pulu istəyirsiniz, amma işləmək istəmirsiniz. Çünki iş sizdə ağır, xoşa gəlməz, əziyyətli bir şeylə assosiasiya olunur. Bu, daxili disonansdır. Arzunu necə düzəltmək olar? Ayda 5000 manat qazanıram, mənə uyğun olan yeni, rahat və xoş bir işdən. Bundan sonra arzu bədənlə konflikt yaratmır. Daxildə uyğunlaşır, niyyətə çevrilə bilir. Praktikanın əsas fikri. Hər arzu yerinə yetməməlidir. Yalnız sizin arzularınız yerinə yetir və yetməlidir. Bu praktika ona görə lazımdır ki, özgə arzulara ayırasınız. Özünüzü eşidəsiniz, niyyətə çevrilməyə hazır olanı saxlayasınız.